və bugünkü tədbirə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Müsərrəh xanım qeyri-adi bir istedada malikdir. Onun ictimai birliyi kağız üzərində deyil, onun ictimai birliyi tədbirlərdir və çox unikal bir istiqamətdə gənclərin, yeniyetmələrin istedadları üzrə çıxarılmasında, onların tanıdılmasında çox böyük rol olur. Bugün burada əlinə ilk dəfə mikrofon götürür, ilk dəfə rəqs edən uşaq 10 ildən, 20 ildən sonra Azərbaycanın fəxri olacaq. Bu gənclər mədəniyyətimizi yaşadacaqlar, incəsənətimizi daha da zənginləşdirəcəklər. O xalq ki, mədəniyyətini qoruyur, mədəniyyətini zənginləşdirir, o xalq həmişə inkişaf edəcək, həmişə üzdə olunacaq, tanınacaq və min illərdən gələn mədəniyyətimiz bugün bax, bu gənclərin, bu yeniyetmələrin mədəniyyətə sevgisi ilə daha da güclü olacaq. Bu işə görə mən Müsərrəh xanıma təşəkkür edirəm və burada vaxtaşırı sizin tədbirlərdə gördüyümüz ziyalıları görmək mənim üçün olduqca xoşdur. Onların sözlərini dinlədik. Hörmətli Maya xanımın çox məlahətli səsini də anısını eşitdik. Çox böyük hörmət elədiyim və hərdən bir özümü qınayıram ki, niyə Nəsibə xanımı mən əvvəllər tanımamışam? Gəmisi birini tanıyıram, amma onun simasında çox istedadlı bir Azərbaycan şairəsini kəşf etmişim. Nə qədər Nəsibə xanım gəlmə xahiş edir.